Ən az 3 ərzağın qiymətini düzgün tap, məndən 50 manat pul qazan. Bir kilo bananın qiyməti 4 man. 3 manat. xanım çox yaxın atdı 3 manat 30 qəpik. 1-0 xanımın xeyrinə. Məncə xanım qazanacaq çünki bazarlığa ən çox xanımlar gelir, yox? Düzdür. Mağazada 10 dənə yumurtanın qiyməti 1 man. 1 manat. Mən bazarlıq eləmirəm, 1 man düşünürəm. 1 manata yumurta satmasınız 2 manat. Çox yaxın atdı 10 qəpik fərqində olsa 1 manat 90 qəpik. Əla. Çox bazarlığa gesiz deyəsən. Tez. Fikirləş də, düşün. Sonra biraz yaxın atmağa çalış. Tapıtı. Anlıq olaraq 2-0 xanımın xeyrinədir. 1 kilo mal ətin qiyməti 14 manat. siz 20 man. bu dəfə xanım səhv tapdı 19 manat. Mən bilirdim duz tapalım. Tez-tez ət yeyirsiniz? Tez deyirəm. Ət almırsınız deyəsən siz də bazarlara gedəndə. Əti mən almıram, yox. Çox təəssüf. 2-1. Ən ucuz çörəyin qiyməti 70 qəpik. 1 manat. 2-2. 65 qəpik 5 qəpik fərqdən çox yaxın atdı. Son bir dənə sual 2-2 və bir dənə xal qalıb ki 50 manatın qalibi kim olacaq da az şübhəlidir. Məlum deyil amma ən ucuz kər ayağının qiyməti 13 manat. 8 man. yəni bu qədər düzgün atmaq olmaz. 12 manat 99 qəpik. Xanım 3 xalla qalibdir. Bir dənə xalın qalmış şuda bilərdin də amma. Məndə də burada hiylə zadı var. Hiylə yoxdur, hər şey real idi. Sən bir dənə full iç keçsin üstündən. 50 manatı xanım qazandı və əlavə